Salam. Urbanizasiya, böyük şəhərlər mövzusuna baxırıq. Urbanizasiya, ümumiyyətlə şəhər əhalisinin və şəhər həyat tərzinin artması, inkişaf etməsi deməkdir. Və dünyada əhali məskunlaşmasının iki əsas forması var. Biri kənd, biri şəhərdir. Kəndlər özü də iki cür olur. Qrup və dağınıq formada olurlar və qrup deməli, tipli kənd yaşayış məntəqələri Avropa, Asiya, Afrika, həmçinin Azərbaycanda geniş yayılıb. Yəni insanlar, baxın burada şəkildə də verib ki, qrup halında bir yerdə yaşayırlar, amma dağınıqda isə buna elə ferma tipli kənd yaşayış məntəqələri də deyilir. Bir və yaxud da bir neçə ailə yaşayır. Fermalar ABŞ-da ranço adlanır. Latin Amerikası ölkələrində, məsələn, Braziliyada, Argentinada isə fazenda adlanır və bir-birindən çox uzaq məsafədə yerləşirlər. Bu daha çox Amerikada, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və Şimali Avropa ölkələrində, bir sıra Qərbi Avropa ölkələrində də belədir. Həmçinin şəhər anlayışı da, yəni vahid bir anlayış deyil. Məsələn, Şimali Avropanın əksər ölkələrində əhalinin sayı 200 nəfər olduqda və əhali əgər kənd təsərrüfatla məşğul deyilsə, bu şəhər adlanır. Kanada, Avstraliyada 1000 nəfər, ABŞ və Meksikada 2,5 min nəfər, Hindistan və İranda 5 mindir. Yaponiyada isə 30 min nəfərdən çoxdursa bu şəhər sayılır. Və həmçinin deməli dedik şəhərlərin əhalisinin çoxalması, şəhər həyat tərzinin yayılması prosesi urbanizasiya adlanır. Bunun da üç əsas xüsusiyyəti var. Birinci növbədə şəhər əhalisinin artım sürəti yüksək olur. Ümumiyyətlə deyir, hazırda dünya əhalisinin 56,7% şəhərlərdə yaşayır. Əhalinin və təsərrüfatın əsasən böyük şəhərlərdə cəmləşməsi aiddir urbanizasiyanın xüsusiyyətinə və şəhərlərin genişlənərək aqlomerasiyalara və meqalopolislərə çevrilməsidir. İndi əsas məsələ aqlomerasiya və meqalopolislərə baxaq. Aqlomerasiya nədir? Şəhər tipli yaşayış məntəqələrinin bir ərazidə toplanmasıdır. Yəni əvvəlcə bir şəhər olub, sonra onun ətrafında şəhərlər yaranıb və bu şəhərlər hamısı birləşib olub aqlomerasiya. Yəni mərkəzdə böyük şəhər, nüvə şəhər olur. Onun ətrafındakı nisbətən kiçik şəhər və kənd yaşayış məntəqələri birləşir olur. Yəni pet şəhərlər yerləşir, birləşir, hamısı bir yerdə olur aqlomerasiya. Məsələn, burada göstərilir Moskva ətrafında Klin, deməli, Kolomna və başqa ərazilər, pet şəhərlər. Pet şəhərləri burada Dubna və Klindir. Bunlar hamısı birləşir və deməli, mərkəzdə nüvə şəhər, ətrafda da pet şəhərlər olur. Olur aqlomerasiya. Dünyanın 6 ölkəsi Çin, Hindistan, ABŞ, Braziliya, Rusiya, Meksika aqlomerasiyalara görə fərqlənir və ən iri aqlomerasiyalar Avropada London, Paris, Roma, Moskva, daha sonra Türkiyədə İstanbul, Misirdə Qahirə, Nigeriyada Lagos, bu həm də onun əvvəlki paytaxtıdır. Daha sonra Şərqi Asiyada, Yaponiyada Tokyo, Osaka, Cənubi Koreyada Seul, Çinin paytaxtı ilə Pekin, həmçinin ən böyük şəhəri olan Şanxay, İndoneziyanın paytaxtı Cakarta, Banqladeşdə Dəccə, daha sonra Hindistanda həm paytaxtı New Delhi, həm də ən çox testdə görəcəksiniz Kəraçi, Mumbai, Kəlküttə şəhərləridir. Daha sonra Amerikada, Şimali Amerikada, ABŞ-da Detroit, New York, Los Angeles, daha sonra Meksikada Mexico, Cənubi Amerikada Braziliyanın əvvəlki paytaxtı Rio de Janeiro, daha sonra həmçinin São Paulo, Argentinada isə elə paytaxt olan Buenos Aires deyə bilərik ki, bunlar ən böyük, dünyanın ən iri şəhər aqlomerasiyalarıdır. Daha sonra baxaq meqalopolislərə. Meqalopolis nədir? Bu aqlomerasiyalar da böyüyür, olur meqalopolis. Deməli, şəhərlər birləşdi oldu aqlomerasiya, aqlomerasiyalar birləşdi oldu meqalopolis və meqalopolis şəhər aqlomerasiyalarının ölkənin müəyyən hissəsində toplanması, qovuşması nəticəsində yaranan iri şəhər məskunlaşma formasıdır. 6 meqalopolis var və buranı mütləq əzbər öyrənin. Dünyada 6 meqalopolis var, 3-ü ABŞ-dadır. İndi görək hansılardır. ABŞ-da deməli dedik ki, göllər ətrafı və yaxud da Çipits, şimal-şərq və yaxud da Bosvaş daha doğrusu, Sajid okeanında isə Sansandır. Aha, indi baxaq. Göllər ətrafı və yaxud da Çipits. Bura hansı, bu meqalopolisə hansı aqlomerasiyalar daxildir? Çipits, elə Çi, Chicago, Pits, Pittsburgh, daha sonra burada Detroit, bir də Cleveland aqlomerasiyaları daxildir buna. Şimal-şərq və yaxud da Bosvaşa isə elə Boston, Washington, daha sonra burada Philadelphia, Baltimore və New York aqlomerasiyaları daxildir. Sajid okean və yaxud da Sansan isə bu da adı üstündə San Francisco, San Diego, San Jose və Los Angeles deməli şəhər aqlomerasiyaları daxildir. Burada deməli üçün dedik göllər ətrafı Çipits, şimal-şərq Bosvaş, Sajid okeanı Sansan. Sonra keçirik
Deməli Avropaya. Avropada isə İngiltərə və Reyn boyu meqalopolisləri var. Bunlar həm də bir yerdə göy bananı əmələ gətirir. Deməli göy banan adlanır yəni. İngiltərə meqalopolisinə aiddir təbii ki də. Əsas bunu futbolla da saxlaya bilərsiniz. London, daha sonra Birmingham, Manchester, Liverpool, bir də Sheffield aqlomerasiyaları. London, Birmingham, Manchester, Liverpool və Sheffield. Reyn boyuna isə aiddir Niderlandda Amsterdam, daha sonra həmçinin Rotterdam, daha sonra Almaniyada Reyn-Ruhr, Reyn-Main. Bunlar dedik ki, ikisi bir yerdə. Hələ bunlardan əlavə bura Almaniyada Duisburg, Köln, Frankfurt, İtaliyada Genya, Turin, Milan, daha sonra Belçika, Fransa, Avstriya, İsveçrənin də bir hissələri daxil olur. Burada bir göy banan əmələ gətirir. Daha sonra isə Yaponiyada isə Tokaydodur, meqalopolisi və Tokaydoya daxildir K-lar da elə. Tokyo, Yokohama, Kawasaki, Osaka və Nagoya aqlomerasiyaları bura aiddir. Bir də nəyi qeyd etmək lazımdır? Urbanizasiya yüksək səviyyədə olan inkişaf etmiş ölkələrdə insanlar artıq şəhərin səs-küyündən, sosial vəziyyətdən, belə deyək, ekologiyasından narahat olub artıq şəhərdən kənara doğru üz tuturlar. Şəhərdən kənarda yaşayırlar. Baxın, burada baxın bir dəqiqə. Aha. Məsələn, bu adlanır suburbanizasiya. Yəni inkişaf etmiş ölkələrdə əhalinin şəhərlərin mərkəzindən şəhər kənarları və yaxud da kəndlərə köçməsi prosesinə deyilir. Artıq o qədər yüksək səviyyədədir ki, burada şəhərləşmə və insanların maddi vəziyyəti də yaxşıdır. Artıq onlar şəhər kənarlarına üz tutur, şəhər ətrafına üz tutur. Bu da adlanır suburbanizasiya prosesi və artıq burada şəhərlər dərindən inkişaf edir. Bir də var şəhərlərin eninə inkişaf etməsi. Baxın, məsələn, bu Rio de Janeiroda mərkəzdir. Bu isə Rio de Janeiroda kənarda, belə də şəhərin kənarı, şəhərdən kənarda qalan ərazidir və buna deyilir favela. Urbanizasiya səviyyəsinin aşağı olduğu inkişaf etməkdə olan ölkələrdə eninə inkişaf eləyir şəhərlər və şəhər əhalisi sürətlə artır. Amma şəhər yaşayış tərzi, şəhərdə bir inkişaf yoxdur. Yəni şəhər həyat tərzi artmır, inkişaf eləmir. Əhali iş yerləri tapmaq məqsədi ilə kəndlərdən şəhərlərə köçürlər və şəhər ətrafında məskunlaşaraq məişət şəraiti əlverişsiz olan kasıb rayonlar hesabına şəhərin genişlənməsinə səbəb olurlar. Məsələn, deyək ki, insanlar sürətli şəkildə New Delhiyə, yəni Hindistanda məsələn New Delhiyə və yaxud da Braziliyada Rio de Janeiroya üz tutur, işləmək üçün, iş yeri tapmaq üçün və yaxud da Azərbaycanda Bakıya üz tutur, amma evlər belə deyək də baha olduğuna görə bir qədər kənar yerlərə, yəni daha kasıb yerlərdə başlayırlar məskən salmağa, yaşamağa və bu da məişət şəraiti əlverişsiz olan kasıb rayonlar hesabına şəhərin genişlənməsinə səbəb olur. Bu Afrikada bidonvil adlanır, Latin Amerikasında favela, Türkiyədə isə gecəqondulardır. Gecəqonduların sakinləri əslində kənd həyat tərzi keçirirlər və kasıb ölkələrdə kənd əhalisinin şəhər ətrafına köçməsi adlanır yalançı urbanizasiya. Yəni inkişaf etməkdə olan ölkələrdə adətən yalançı urbanizasiya olur. Yəni burada həmçinin böyük şəhərlərin sürətlə böyüməsi şəhər partlayışının da yaranmasına səbəb olur. Məsələn, milyon şəhərlərin çox hissəsi inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Asiya qitəsindədir. Və deməli urbanizasiya prosesinin tənzimlənməsi, idarə olunması istiqamətində tədbirlər həyata keçirilir və göydələnlər tikilir. Burada da onlar qeyd olunub. Bir də yeni şəhər layihələri həyata keçirilir. Məsələn, Dubayda üzən şəhər, burada var idi. Dubayda üzən şəhər, Braziliyada okean dibində şəhər, ABŞ-da isə nəhəng göydələnlər şəhər layihələri, modelləri var.